Bağışlayan ve mehriban Allah'ın adıyla hoş gördük əziz televiziya tamaşaçıları, bizi canlı izleyen herkese Allah'ın salam ve rəhməti olsun. Salam olsun Ramazanın nurunu qəlbində daşıyan herkese. Bugün mübarək Ramazan ayının 7. gününü yaşayırıq. Həmd olsun aləmlərin Rəbbinə, Allah Teala bizi bu günə çatdırdı. Və ümid edirəm, salamatçılıqla bu ayı kamil şəkildə başa vurub, günahlarımızın tərtəmiz olmasını Allah'tan təmənna edib və sonda Allah'ımıza təşəkkür edəcəyik ki, Ya Rabbim, bizə verdiyin maddi və mənəvi nemətlərin hamısını kamil şəkildə yerinə yetirdik. Bəzən insan həyatında bir həftə çox şey dəyişir. Bir həftə. Amma Ramazanda bir gün, bir qərar, bir tövbə insanın talihini tamamilə dəyişə bilir. Allah Teala bizi bu aya dəvət etdi ki, biz günahlardan peşmançılıq hissi keçirdək. Allah'a bir daha təşəkkürümüzü bildirib ona tərəf qaydaq. Tövbə cəza qorxusu deyil, mərhəmətə sığınmaqdır. Allah'ın rəhmətinə inanıb və onun əmrlərinə itaat eləməkdir. Artıq əziz bacı və qardaşlarım və bizi hər kəs izləyən dostlarımıza buradan rahat olmağı sizə təşviq edirəm. Rahat olun, qəlbən huzur və rahatçılıq içində olun. Çünki biz bugünə qədər dua ilə gəldik, tövbə ilə gəldik, yaxşılıqla gəldik. Ümid eləyirəm, Allah Teala bizim hər bir əməlimizin mükafatın bizə həm bu dünyada, həm ahirətdə qaytaracaq. Amma bu gündən etibarən yatmazdan öncə, ilk öncə özümə də bunu mən təşviq edirəm. Yatmazdan öncə 3 sualı özümüzə verək. Mən bugün görəsən kimin qəlbini qırdım? Əgər bugün yatmazdan öncə bir şəxsin qəlbini qırdımsa, Allahım mənə güc ver. Sabahı oyanım, gedim həmən şəxsin qapısına və ya iş yerinə. Qardaşım, dostum, bacım, kim olursa olsun, əff et məni, məni bağışla. Çünki qəlbin qırılması, qəlbin sızlaması yaxşı deyil. Hətta hədislərdə qeyd olunur ki, bir şəxsin qəlbini qırarsansa, onun ahu, onun naləsi, onun sənə qarşı olan mənəvi istirabı çoxalar. Nə üçün bir-birimizin qəlbinə dəyək ki? Axı bu dünyada biz sevgi dolu insanlara qucaq asmalıyıq. Bütün aylar və illər insanların mərhəmətə, barışa, dostluğa dəvət eləyir. Ramazan özü bir təşviqdir. Kimin qəlbini qırdımsa, gedin və gedək, ondan bağışlanmaqlıq istəyək, üzr istəyək, sənin qəlbini qırdım. Zahid, məni allatma cəhənnəmdə od olmaz, onlar ki yanırlar, odu buradan aparırlar. Ən böyük səmimiyyət, sınıq qəlbi, qırıq qəlbi ələ almaqdır. İkincisi, kimə yardım etməliydim, etmədim. Bugün ətrafımızda, qonşumuzda, ailəmizdə, yaxınlarımızda, qohumlarımızda kim olursa olsun, fərq etməz. Onlara yardım etmək, düşüncəmizdə onlara qarşı mərhəmətli olmaq, yardım etmək, imkanın varsa ona yardım et.
və yardım edək. Bir nəfər əgər bizim yanımızdan qəmli keçirsə, narahat keçirsə, biz onun halına yanmalıyıq. Biganə olmamalıyıq. Çünki insanlıq biganəlikdən tam uzaqdır. Biz mərhəmətimizi, rəhmətimizi, sevgimizi ona göstərdiyimiz zaman Allah o yaxşılığı bizə qaytaracaq. Rəhm edin ki, rəhm olunasınız, Allah Rəsulü buyurur. Sevin ki, seviləsiniz. İnfaq edin ki, yardımlaşın ki, sizə də infaq olunsun. Şərt deyil birinə pul, birinə nəysə infaq etmək, yardım etmək. İnfaq çox böyük bir anlamdadır. Yetər ki, dilinlə ona bir infaq et, ona bir xoş sözdür. Əgər sənə salam edirsə, sən və əleykumussalam və rəhmətullah ən gözəlin ona de. Ən gözəl şəkildə ona salam ver. Əgər sənə necə münasibət bəsləyibsə, 10 qatın ona münasibət bəslə. Tarixdə Allah Rəsulunun dövründə, dönəmində olmuşdu. Allah Rəsulu ki, Məkkədən Mədiniyə hicrət etdi. O Məkkə dönəmində o qədər çətinliklərə rəğmən, istirablara rəğmən müəyyən insanları öyrədirdilər ki, Allah Rəsulunu istehza et, ona xoşa gəlməz sözlərdir, onun qəlbini qır və onu çalış, insanlıqdan uzaqlaşdır. Bu cür mənfi insanlar var idi. Hətta Allah Rəsulunun yanından bir kəs keçərkən salam əvəzinə deyir, Əssam əleykum. Əssam əleykum. Tərcüməsi budur, ölüm olsun sizə. Bu Peyğəmbərə yox, insanlığa həqarət idi. Əgər bir insan insana salamun əleykum deyirsə, onun cavabında əleykumussalam deyin. Allahın sülhü olsun, barışıq olsun, səmimiyyət, Allahın əffi olsun sənə və sən 10 qatın da ona arzu et. Allahın rəhmət və bərəkəti olsun sənə. Məndən nə arzu etmisənsə, mən 10 qatın sənin üçün istəməliyəm. Allah Rəsuluna Əssam əleykum deyən insanlar durub kənardan istehza ilə gülürdülər. Allah Rəsulü buyurdu, və əleykum. Əxlaq sahibi, mərifət sahibi bir insanlığın fövqündə dayanan bəşəriyyətin mənəvi atası və əleykum dedi. Yəni, mənə nə arzu edirsinizsə sizi üçün olsun. Demədi Allah Rəsulü, sənə də ölüm olsun. Mənə nə arzu etmişdinsə, o sənin üçün olsun. Üçüncüsü, yatmazdan öncə kim üçün dua etdim? Bu da önəmli nöqtədir. Mən kim üçün dua etdim? Hədislərdə qeyd olunur ki, duaların qəbul olunmasının şərtləri var. Yəqin ki, biz növbəti verişlərimizdə bu məsələyə biz geniş vaxt ayıracaq. Çünki inşallah ümid edirəm ki, zamanımız da buna gətirib imkan verəcək. Duaların qəbul olunması üçün ilk öncə valideynlərimə dua et. Və valideynlər övlada dua etsinlər. Çünki valideynin övlada etdiyi dua Peyğəmbərin ümmətinə etdiyi dua kimidir. Qəbul olunur. Yaxınlarına dua et. Yaxınlarına Allahdan bərəkətli ömür istə, afiyət istə, sağlamlıq istə, bərəkət istə. Dua ilə insan bütün bağlı qapıları açır. Həzrəti Yusufu, Həzrəti Şüeybi, İbrahim Peyğəmbəri və sair Peyğəmbərləri bəlalardan xilas edən dualar idi. Ona görə çalışaq bu Ramazan ayında hikmətli kəlamları öz ruhumuza salaq. Beynimizdə onu həkk etdirək və yaşayaq, həyatımızda yaşayaq onu. Həyatda xoşbəxt olmaq istəyən insanlar mütləq ruh cəhətdən yaxşı düşünməlidir. Allah Rəsulü buyurur ki, insan necə düşünürsə o cürdə yaşayacaq. Necə yaşayırsa o cürdə öləcək. Necə ölübsə o cürdə qiyamətə gələcək. Çünki insan yaxşı düşünəndə
insanın həyatı da gözəl olur. Niyə görə Allah Teala iblisi öz dərgahından uzaqlaşdırdı? Bilirsinizmi niyə? 5 xüsusiyyətə görə iblis bədbəxt oldu. Hansı ki, iblis namaz qılırdı. Elə bir məkan yox idi ki, orada onun səcdagahı olmasın o torpaq. 5 xüsusiyyətə görə bədbəxt oldu. Birincisi, günahlarını etiraf etmədi. Qorxun o gündən ki, bir insan günah eləyir, xəta eləyir və ona sübut edə bilmirsən. İnsanın ən böyük insanlığı və məsuliyyəti ondadır ki, bəli, mən xəta etdim. İnsan xəta edər. Fərq etməz hakimin qarşısında, Allahın qarşısında, ailədə, bəli, mən günah etdim, bilmədim, məni bağışla. Nəinki israrla deyəsən ki, xeyr, mən günah etməmişəm və ya etmişəmsə düz etmişəm, günahın düzü olmaz. İblis 5 xüsusiyyət onda toplandı, cəm oldu, biri günahını etiraf etmədi. İkincisi, etdiyi əməlindən peşman olmadı. Bir əməl edəsən və o əməl sənə yaxşı gəlməyə, insanlara yaxşı gəlməyə, amma sən etdiyin əmələ də peşman deyilsən. Üçüncüsü, özünü məzəmmət etmədi. İnsan özünü məzəmmət eləməlidir. Quran-ı Kərim insanları bəzən onun ruhunu, onun varlıq olaraq insanlığını Allah Teala buyurur ki, nəfsə müraciət edir. Ya əyyətuhən nəfsul mutmainnə. Ey xatırcam olan nəfs. Allah Teala bəzən nəfsi qınayır. Bəzən nəfsi qınamaqdansa deyir ki, xatırcam olan nəfs. Sən Allahına tərəf dön. Allah səndən razı, sən də ondan razı qalacaqsan. İnsan özünü arada məzəmmət eləməlidir. Mənim hansı səhvlərim var, o səhvləri mən necə düzəltməliyəm? Atdığına addımlar qərarlı addımlardır və ya qərarsız addımlardır. Dördüncüsü, tövbə etmək qərarına gəlmədi. Zaten bizim dünənki mövzumuz verilişimizin tam belə deyək, bitirmək ərəfəsində olduğumuz zaman veriliş bitdi. Amma biz fikrimizi bitirə bilmədik və söz verdim. Elhamdülillah, Allah nəsib etdi. Bugün sizlərlə tövbənin davamını edək və yeri gəlmişkən tövbə etmək qərarına gəlmədi şeytan. Əgər tövbə etsəydi, Allah onu bağışlayardı. Dünənki dedim, günahlara görə hər zaman etdiyimiz günahlar bizim zehniyyətimizdə yaransa, Əstəğfirullah Rabbi və tubu ileyh deyəcəyik. O zaman sənin hər zikrində günahların bağışlanacaq. Və ən nəhayət, iblis 5-ci xüsusiyyətə görə ki, bədbəxt oldu. Onun da 5-incisi Allahın mərhəmətindən, rəhmətindən naümid olmaq. Allah qorusun, Allah qorusun. Allah heç kimi ümidsiz eləməsin. Əgər bir insanın ümidi qırılarsa, ümidsiz olarsa, onun işi çox çətin olacaq. Həyat qırılar, həyat məhv olar. Ona görə gəlin bu mübarək Ramazan ayının 7-ci gündə qəlblərimiz fərah içində olsun. Niyə də ki, yox? Çünki biz Allahın qonağıyıq və Quran ayıdır və Quran da bizi ilahi ziyafətə dəvət eləyir. Qulum, gəl mənim qapıma, mən səni əzabdan xilas edəcəm. Nə üçün mən sənə əzab verim? Heç ata öz övladına əzab verərmi? Yaradan Rəbbimiz öz yaratdığına əziyyət verərmi? Xeyr, verməz. Çünki Allah çox düşüncələrimizdən alidir. Bir şəxs Allah Rəsulunun yanına gələrək belə dedi, ya Rasulallah, ya Rasulallah, mənə elə bir əməl öyrət ki, Allah məni sevsin, cəmaat məni sevsin, mal dövlətim çox olsun, bədənim sağlam olsun, ömrüm uzun olsun.
Mən inanıram ki, bizi seyr edən və ekran başında olan əzizlərimiz, hər kəs bunu istəyir. Hər kəs istəyir malı çox olsun, sağlam olsun, xalq arasında nüfuz sahibi olsun və Allah sevsin ən öncəsi. Və sonda, ya Rasulallah, məni səninlə birlikdə qiyamət günündə, məhşərdə Allah bir yerə gətizdirsin və qiyamətdə mən qonşu olum sənə dedim. Allah Rəsulu aləmlərə rəhmət olan belə buyurur: ey Allah qulu, istəyirsən ki, Allah səndən razı qalsın, xalq səni sevsin, mal dövlətin çox olsun, sağlam olasan və uzun ömürlü olub, bədənin sağlam olsun, 6 dənə xüsusiyyəti Allah Rəsulu qeyd etdi. Biz də buna əməl etsək nə gözəl olar. Nə gözəl olar, təşviq eləyək özümüzü bu Allah Rəsulunun tövsiyələrinə. Birinci, hər kim istəyir ki, Allah onu sevsin, Allah yanında hörmətli olsun, Quran buyurur: İttəqullah. Nədir ittəqullah? Ramazan ayının ilk verilişini biz çəkəndə Bəqərə surəsindən orucluqla bağlı belə bir söz dediyi, Allahın buyurduğunu: ey iman gətirənlər, oruç tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi sizlərə də vacib edildi ki, bunun vasitəsilə pis əməllərdən çəkinəsiz. Bu təqvadır. İttəqullah. İttəqullah. Yəni sən pis əməllərdən çəkinəcəksən, Allah səni sevəcək. Ümumiyyətlə, çalış ki, pis fikirləşməyəsən. Çünki insanın coğrafiyası, daxili coğrafiyası o pis şeyləri fikirləşsə, onu həyata keçirdəcək. Çünki cinayətlər bir kərəmlik olmur. Cinayətlər insanın daxili coğrafiyasından başlayır. Əgər bir adam bir adama pislik etmək istəyirsə, o kin onun içində qalır. O kini zaten ruhunda daşıyır, içində daşıyır və onu sonra həyata keçirdir. İstəyirsən ki, xalqın sevimlisi olasan, insanlar səni sevsin, sənə məhəbbət bəsləsin, onlarla yaxşı rəftar et, onlara yaxşılıq et, onların yanında təkəbbür olma, mənəm olma. Yəni mən nəyiməsə görə, ya məqamıma görə, puluma görə, maşınıma görə, evimə görə kimləsə üstün ola bilmərəm. Bizim geyimlərimiz, bizim mindiyimiz maşınlar, həyatımız eynidir. Biz əmələ görə insanlardan üstün ola bilərik. Geyimə görə deyil, miniyə görə deyil. Malının çoxluğunu istəyirsənsə, Allah yolunda zəkat ver. Sədəqə ayrı bir məfhumdur. Sədəqə haqqında biz danışacağıq. Sədəqə gündəlik çıxardılan Allah yolunda ehtiyacı olan insanlara puldur. Cibindən 1 manat çıxartdın, 3 manat çıxartdın, fərq etməz. Mən bunu sədəqə edirəm. Onu hər gün edə bilərsiniz. Hər gün edə bilərsiniz o sədəqəni. Amma zəkatın qaydaları var. Malının neçə misli, onlar hamısı zəkat qismindədir. Ümumiyyətlə, malın çoxluğu istəyirsənsə zəkat ver. Sağlam olmaq istəyiriksə, bax, burada Allah Rəsulu buyurur, çoxlu sədəqə verin. Ne üçün? Sədəqə bəlaları insandan rədd eləyir, uzaqlaşdırır. Əs-sədəqətü yuraddul bəla. Sədəqə vermək insanı bəlalardan çıxardır. Fərq etməz, nə qədər imkanınız varsa sədəqə çıxardın. Çünki Allah sizin sədəqələrinizin azı deyil, çoxu deyil, əsas sizin əməllərinizi qəbul edir. Uzun ömürlü olmaq istəyiriksə, əgər bizim ömrümüzün uzun olmasını Allahdan təmənna istəsək, Allah Rəsulu buyurur ki, qohumlarına yaxşılıq elə, silə-i rəhm et. Silə-i rəhm nədir? Bacı, qardaşlar, bibi, xala, qohum, əmi, dayı, ged onlara baş çək. Ged onlara baş çək. İndi müasir bir dünyamızda, həmd olsun aləmlərin Rəbbinə, Allah bizi bu aləmə gətirdi. İndi o qədər
internet resursları, telefonlar inkişaf edib, texnologiya o qədər inkişaf edib ki, buradan uzaq bir məsafəni qət etmək üçün maşın sürüb və ya hər hansı bir yerə getmək üçün saatlarla və aylarla, günlərlə deyil, adi bir telefonu götür, bir görüntülü və ya bir səslə canım qardaşım, əmim, xalam, necəsən, halın soruş, kefin soruş, o səni ruhu açacaq və sənə bərəkətli ömür verəcək, uzun ömür olacaq. Bu Ramazan, vallahi mən o qədər sevinirəm bu bayramları, bu günləri. Ramazanda bir masa ətrafında, mən bəzən ailələr görmüşəm, il boyu onlar bir yerdə oturmublar. Kimsə kimsədən küsür. Niyə küsür, ne üçün küsür? Şeytanın vəsvəsəsidir. Mənim işim yox bu ilə. Amma Ramazanda görürəm, həmən o insanlar bir araya gəlib, deyirəm, ya Rabbim, vəsvəsələri götür bizim qəlbimizdən, sıxıntıları götür, şeytanları götür. Və sonra Allah Rəsulü buyurur ki, əgər məhşərdə, qiyamət günündə mənimlə bir yerdə olmaq istəyirsənsə, uzadı səcdə eləyəcəksən. Səcdə ibadətin ən ali zirvəsidir. Çünki insan üçün ən böyük mərkəz beyindir, başdır. Nə qədər imkanlarımız varsa, tövbə edib Allahın dərgahına qayıdaq. Söhbətimi davam edəcəm və bilirəm intizardadırlar. Bugün Ramazan ayının 7-ci günüdür və o günün duasını oxuyub və məlumat üçün də qeyd edim ki, bugün Allah Taala'nın izni ilə 25 fevral iftarın zamanı 18:41-də olacaq. Təbii ki, Bakı vaxtı ilə sabahları inşallah cümə axşamıdır, 26 fevral, imsak vaxtı 05:55, imsak vaxtıdır 05:55. 06:00-da artıq bütün yemək içməklərimiz dayandırılmalıdır ki, o imsakda 05:55-də imsakları dayandırmalıdır. Yemək, içmək, hər zaman bunu mən Ramazan boyunca imkan olsa deyəcəm, dayandıraq, dişlərimizi fırçalayıb, artıq Allahın huzurunda hazır olub, ilahi, mən artıq Ramazan ayının orucunu tuturam. Və sabah da inşallah Allah fürsət versin, iftar zamanını deyəcəyik Allahın izni ilə. Bura qədər və 7-ci gününün duasını oxuyaq. Tərcüməsini də edəcəm. Mən çalışacağım duanın orijinalını oxuyum və tərcüməni də deyim. Allahümme a'inni fihi ala siyamihi və qiyamih. İlahi, ey mənim Rəbbim, mənə bugün oruç tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol, yardımcı ol. Və cənnibni fihi min həfəvatihi və afamih. Bugün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Bi tevfiqikə, ya hadiyəl mudillin. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi. Ey yolunu azmışların hidayətçisi. Amin, biz də amin deyirik və suallar var, mənə dünəndən də yazıblar. Cavablandırmaq istəyirəm. Bir sualı mən istəyirəm əziz izləyicilərimizə cavab verəm. Yazıblar, mənim rayonda evim var, amma yaşayış yeri Bakıdır. 2 günlük mən həmən o rayonda evim olduğu yerə getmək istəyirəm, həmən o kəndə getmək istəyirəm. Orada mənim orucum batildir ya yox, oruç tuta bilərəm ya yox. Çox gözəl bir sualdır. Əgər bir insan Bakıda yaşayır, təsəvvür edək, gedir istənilən bir məsafə, 22 kilometrdən yuxarı məsafə müsafir hökmündədir. 22 kilometrdən yuxarı əgər səhər
Qubaya təsəvvür eləyin. Qubaya bir adam gedirsə, günorta namazına, zöhr vaxtına çatsa, orucu orucdur. Yox, əksinə, əgər gedir, axşam qaydırsa, müsafir hökmündədir, orucu yiyəcək, Ramazandan sonra bir gün qəza. Yox, bir adam evi var rayonda, məskunlaşıb, Bakıda da evi var, gediş-gəliş əlaqələri var və oranı da özünə vətən hesab edir, ev hesab edir, əlaqələri var və günortadan sonra və ya səhər çağı çıxacaq, günortaya qədər mənzil başına çatacaq, orucu orucdur Allahın köməkliyi ilə və sonra ağız suyunu udmağa sual verirlər. Əlbəttə, ağız suyu bizim daxili boğaz fəzamızdadır. Orada ağız suyun udmasına heç bir narahatçılıq yaratmır, orucu batil etmir. Əgər kənardan ağza su daxil olub, insan boğazından keçirdərsə, təbii ki, oruc batildir və diş fırçaladığımız zaman və ya duş qəbul etdiyimiz zaman boğaza su getməməlidir. Amma pakılıq imandandır, heç bir narahatçılığı yoxdur. Allah Teala qəbul etsin, Allah Teala hər kəsdən razı olsun. Təbii ki, Allah nəsib etsin bizə bir neçə gündən sonra ola bilər bir canlı yayım edək, suallarınız olsun və o sualları da biz sizlərə cavab verəcəyik. Və dünənləri mən bu yerdə qaldım ki, insanlar əgər özlərinə etdiyi o yaxşılıqları, özlərinə etdiyi o xeyirxahlıqları anlasa, bilsə ki, bu etdiyim yaxşılıqlar nə qədər edirəmsə, Quranın təbiricə desək, yaxşılıqlar özünə qayıdacaq. Bu yaxşılıqlar sənindir, pisliklər də sənindir. Elə ki, pisliklər oldu, günah oldu, zələmtu nəfsi deyin. Zələmtu nəfsi deyək, mən özümə zülm etdim. Allah ki, zülm etməz, nəfsimizə hakim olmalıyıq. Allah Quran-ı Kərimdə iki xitab var Quranda. İki xitab. Bir xitab ümumi insanlara şamildir. Ya eyyühənnas kimi Allah xitab edir, ey insanlar. Orada cinsindən, millətindən, irqindən, soyundan, soy kökündən asılı olmayaraq ümumi xitabdır. Bir də ya eyyühəllezine amenu, ey iman gətirənlər, inananlar, tubu ilallah, Allaha tərəf qaydın, tövbə eləyin, tövbətən nəsuha. Tövbətən nəsuha nədir? Bir daha mən o günahı təkrar etməyəcəm. Nəsuh tövbəsi deyirlər. Yəqin ki, bunu çox adamları eşidib. Həzrəti Musa Kəlimullah Allahla tez-tez Tur-i Sinada danışardı. Dərdi olanda götürərdi dərdini, gidərdi Tur-i Sinaya, Allahla münacat eləyərdi. Rəbbim, mənim də narahatçılığım var. Nə olsun Peyğəmbərəm, amma sıxıntım var. Günlərin birində Tur-i Sinaya gələrkən bir gənc cavanın dağın ətəyində ağladığının şahidi olur. Sanki qumları töküb üstünə, göz yaşları saxlaya bilmir. Həzrəti Musa bir söz demir. Keçəndə gənc deyir, ey Musa, mən sizi tanıyıram, siz Allahın Peyğəmbərisiniz, siz Allahın yeryüzündə nümayəndəsiniz. Mənim də xahişim Allahdan elə, nə olar? Mənim çox böyük səhvlərim olub, çox böyük günahlarım olub, xətalarım olub və mən acizanə xahiş eləyirəm, Allahdan mənim bağışlanmaqlığımı istə. Mən saatlardır burada dayanmışam, bilirəm siz hər zaman gəlib burada Tur-i Sinada Allahla danışırsınız. Həzrəti Musa bir söz demədi, Allah bağışlasın dedi, Tur-i Sinada Allahla danışıq etdi və qaydarkən Allah Teala buyurdu, ey Musa, ey mənim Kəlimullahım, mənimlə danışan, bir gəncin xahişini niyə etmədin? O gəncin istəyini niyə demədin? Dedi, ey Rəbbim, utandım.
ki sən hər şeyi bilirsən, hər şeyi görürsən. Allah Teala buyurdu ki, o gənc çox böyük günah eləyib. Dünyada elə bir günah pərdələri qalmayıb ki, onu yırtmasın. Bütün günahları edib. O gəncə de, öz etdiyi əməllərinə görə çox-çox ağlamalıdır və üzr istəməlidir, çox istiğfar eləməlidir, bağışlanmaqlıq istəməlidir. Musa Kəlimullah yerə dağdan enir və gənci görəndə gəncə buyurur ki, sən dünyada elə bir xəta etdin ki, o xəta bağışlanılmaz dedi. Görün gənc nə deyir? Deyir ki, ey Musa, axı Allah bağışlayandır. Allah əfv edəndir. Mən Allahın qapısından başqa hansı qapıya gedim ki, o qapı məni bağışlasın? Axı bəşəriyyəti yaradan o, kainatı yaradan o, həyat verən o, öldürüb dirildən o. Mən bu qapıdan başqa bir qapı tanımıram. Ölsəm də burada öləcəyəm. Allah Teala həmin anda Həzrəti Musa'ya buyurur, ya Musa, İmran oğlu, fəqət istəhəyt, o bəndə elə acizanə, səmimi qəlbdən yalvardı, mən həya etdim, Allah buyurur. O gəncin nə qədər günahları var idisə bağışladım dedi. Subhanallah. Mən bağışladım o gənci, bağışladım, nə qədər günahı varsa bağışladım. Rahat olsun, xəbər ver. Gör nə qədər Allahda vardır lütfi kəramət. Gör nə qədər Allahda vardır lütfi kəramət. Bəndə günah eləyir, osa çəkir xəcalət. Ona görə biz bu mübarək ayda günahlarımızın bağışlanmaqlığın Allahdan dilirik. Bu ay istiğfar ayıdır, bağışlanma ayıdır və dua ayıdır. Və Allah Rəsulunun bizə tövsiyələrindən biri budur. Səhabələr oturmuş, Allah Rəsulu buyurur ki, sizin aranızda ey Allah dostları, il boyu oruç tutan varmı? Sizdən elə insanlar var ki, sizin aranızda gecələr səhərə qədər ibadət eləsin. Sizin içərinizdə elə insanlar var ki, bir günə bir Quran xətm etsin. Səhabələrdən biri deyir, ya Rasulallah, mənəm. Əbazər, Peyğəmbərin sahabəsi dedi, ya Rasulallah, mən onu dünən oruc yiyən gördüm. Bəs deyirsən, il boyu mən orucam. Allah Rəsulu təbəssüm etdi, dedi ki, qoy özü desin. Qoy özü desin, səbr et. Sahabə buyurur ki, ya Rasulallah, siz xütbələrinizin birində, Məscid-i Səadətdə dediniz ki, kim bir yaxşılıq iş görsə, 10 qat verərəm. Quran buyurur, mən cəə bil həsənə fələhu əşrə əmfalihə. Bir adam bir dənə yaxşılıq eləyər, 10 qat verəcək Allah. Bunu dedinizmi ya Rasulallah? Dedim. Dedim, mən hər ay gələndə, ayın əvvəlində, ortasında, sonunda oruc oluram. Birə 10'dur, 10'dur. Bitti. Bütün sahabələr hamısı tamaşadadır. Allah Rəsulu buyurur, sonra gecələr səhərə qədər oyaq qalıb ibadət edirsən, dedi, ya Rasulallah, siz buyurmuşsunuz ki, kim yatmazdan öncə dəstəmaz ala, yerinə girə, yastığına girə, yata, səhərə qədər ibadətdir. Gör Allah nə qədər yüngüllük qoyub. Və sonra dedin ki, bir gün bir Qur'anın xətmidir. Bir Qur'an oxumaq, bax, qarşımızda Qur'andır. Şəxsən mən, əgər gündə 4-5 saatımı mütəmadi bir Qur'ana sərf eləsəm, oxumaq üçün, xətm eləmək üçün ən azı bir həftə vaxt lazımdır. Ən azı. Çünki çətindir. Allah Rəsulu buyurdu, bir Qur'anı bir günə necə xətm edə bilərsən? Dedi ki, bəli, hər kim gün ərzində 3 dəfə İxlas surəsini oxusa, yəni Qul huvallahu əhəd, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yekullahu kuffan əhəd oxusa, bir dənə Qur'anı xətm edir.
Çünki bir İxlas surəsi Quranın 3-dən biridir. İkincisi 3-də 2, üçüncü Quranın xətmi. Bitdi. Allah Rəsulü buyurdu ki, kaş ki bütün insanlar belə olaydı. Bütün insanlar bu cür gecələri ibadət keçirdiydi, yaxşılıq eləyəydi, mərhəmətli olaydı. Bu Allahın bizə verdiyi bir nemətdir, yüngülləşdirir bizə. Dinimiz, Quranımız, İslamımız bizə zor yox, rahat olacaqsan. Əziyyət verməyəcəksən özüvə. Ramazan əziyyət deyil, Ramazan ruhun acılığını doyuzdurmaqdır. Ona görə çalışaq bu bərəkətli ayda, mübarək ayda bu ayın dəyərini bilək. Orucluq ilahi rəhmətdir. Orucluq ilahi hədiyyədir. Orucluq ruh və cismin saflaşmasıdır. Oruc səbir deməkdir. Oruc mənəvi saflıqdır. Orucluq ehtiyaclı insanların çətinliklərini duymaq və hiss etməkdir. Ona görə bu mübarək ayda çalışacağıq, mərhəmətli olaq, insanlara qarşı sevgili olaq, insanlara qarşı sayğılı olaq. O zaman Allah da bizdən razı qalacaq. Allah Teala bizim bütün əməllərimizi mükafatlandıracaq və duaya qədər istəyirəm bir Allah Rəsulunun bizə öyrətdiyi bir əməli də deyəm və duaya keçid eləyək. Allah Rəsulu buyurur, ey dostlar, istəyirsiniz ki, sizə elə bir əməl öyrədim ki, şeytan sizdən uzaqlaşsın. Zaten əgər Peyğəmbər bugün olsaydı, desəydi, mən deyərdim ki, bəli ya Rasulallah, şeytanı mən istəyirəm özümdən qovam, uzaqlaşdıram. Hər kəs istəyir. Çünki dünyada nə qədər insanın başına bəla gəlirsə, şeytan vəsvəsəsidir. Quran buyurur, özünüzü qoruyun, aşkara, açıq düşməndir. Açıq düşmən. Ruhumuzu məhv eləyən bir düşmən. Bəli ya Rasulallah, istəyirik ki, şeytan bizdən uzaqlaşsın. Allah Rəsulu buyurur ki, hər kim Ramazan ayında, Ramazan ayının orucunu tutarsa, şeytanın üzü qaralacaq. Oruç tut, şeytanın üzü qaralsın. Sədəqə verməklə şeytanın belin sındıracaqsan. Allah yolunda dost olmaq, xeyir işlərə vəsilə olmaq şeytanın nəslini kəsir. Tövbə etmək, tövbə etdim ya Allah, deyərək günahlarının bağışlanmasını Allahdan istəsə, şeytanın qəlbini parçalayır. Sonra Allah Rəsulu buyurur, hər şeyin zəkatı var. İnsanın da, bədənin də zəkatı oruç tutmaqdır. Ona görə Allaha dua eləyək, Allah bizim tutduğumuz orucları bizdən qəbul etsin və Allah Teala bizləri inşallah ümid eləyirəm mükafatlandırar. Allah bizə çox yaxındır. Bu ay tövbə ayıdır. Bu ay barışıq ayıdır. Bu ay qəlblərimizin kinin, küdurətin, paxıllığın, pisliklərin hamısını bir kənara qoyaq və ya Rabbim, mən özümə söz verirəm ki, mənim qəlbimdə olan pisliklər, qəlbimdə olan çirkinliklər nə varsa, mən çalışdığım qədər edəcəm, amma güc səndədir. Bizim gücümüz yox, müəyyən həddə qədərdir. Ondan sonra öz işimizi Allaha təvəkkül eləyək, Allahın öhdəsinə buraxaq, qalan şeylər bizlik deyil, bizim əlimizdən gələn nədir? Hərəkət edək, bu Allahın mərhəmətli ayın, hörmətli ayına hörmət edərək, Allahın əmrini tabi olub Qurana hörmət edək, qalan şeylər Allahlıqdır, ümid eləyirəm. İndi duaya keçək, dua möminlərin silahıdır və ümid eləyirəm, inanıram ki, hər kəs bizi canlı izləyir, çünki insanların duaya ehtiyacı var. Mən şəxsən duasız qala bilmərəm. İnsan çörəksiz qalar, insan müəyyən bir zamana qədər, müəyyən çərçivədə sıxıntılar içində qala bilər. Amma dua insanın maddi və mənəvi rifahını gücləndirir. Biz dərlərimizi Allahın dərgahını açaraq
bu mərhəmətli ayda Allah bizim ürəklərimizi bilir, qəlblərimizi bilir və açılan əllər ümid eləyirəm ki, geri çevrilməz inşallah. Hər kəs əllərin qaldırsın duaya, çünki el duası, cəmiyyət duası, toplum duası çox faydalıdır. Ey Allahım, ey mərhəməti sonsuz və geniş olan Rəbbim, ey uçsuz bucaqsız xəzinələrin sahibi, ey səxavəti sonsuz Rəbbim, ey neymət qapıları daim açıq olan Rəbbim, sənə fəqir və möhtac halda üz tuturam, qullarına olan lütfünü geniş et və mərhəmətini bizə açıq-aşkar göstər, qəlbimizi genişləndir, dərdlərimizi yüngülləşdir, işlərimizi asanlaşdır. Ey mənim Rəbbim, bizə gözləmədiyimiz yerdən ruzi ver və ümidimizi boşa çıxartma. Çünki sənin mərhəmətinin qarşısında heç bir şey böyük deyil. Allahım, hökm yalnız sənindir. Sən ol desən olacaq, varlığına xatir ilahi günahlarımızı bağışla. İlahi, sənə and verirəm cəlalının xatirinə, bütün varlıqları sən yaratmısan, həyatı müəyyən edən sənsən. Bizim nə gücümüz var, nə qüvvəmiz var ki, biz sənin əmr və sənin taətin əleyhinə çıxaq. Hər şey yalnız səninlə mümkündür. Sənə inanırıq və sənə ürəklə güvənirik. İlahi, bu güvənimizi boşa çıxartma. İlahi, bizdən dua istəyən hər kəs var. Kimisi malının artmasın, kimisi canının xəstə olması, şəfa tapmaq istəyir, canı xəstədir, şəfasını istəyir. Kimisi övlad həsrətindədir, ya Rəbbim. Qəlblərdən sən vaqifsən, İlahi, bütün istək və arzularımızı həyata keçirt. Borcu olanların borcularını əda elə, övladı olmayanlara övlad lütf elə, sonsuz xəzinəndən, rəhmətindən əta elə. Çünki sən lütfkarsan, sən mərhəmətlisən, sənin mərhəmətin çox genişdir. Ey mənim Rəbbim, ey Allahım, bizim üçün xeyir qapılarını aç. Bərəkət, neymət, ruzi, güc, sağlamlıq və cənnət qapılarını bizim üzərimizə aç, ya Rəbbim. Ey Rəbbim, bizi dünyanın hər cür müsibətlərindən, sıxıntılarından və axirət əzabından özün mərhəmətinə xatir qoru. Allahım, biz uğursuzluqdan, ruzi və bərəkətin azlığından, günahlara bağlanmaqdan, qəlblərə sıxıntı gətirən əməllərdən sənə sığınırıq. Ey Allahım, bizi cənnət əhlindən qərar ver. Bizi cənnət əhlindən qərar ver. Bizim üçün göz aydınlığı olan, varlıqları ilə qəlblərimizə sevinc verən insanları qoru. Allahım, ailəmizi və sevdiklərimizi sənə əmanət edirik. Sən onları qoru. Onları bizim üçün qoru, ey aləmlərin Rəbbi. Qoruduğun kimi ölkəmizi qoru. Xalqımızı qoru. Millətimizi qoru. Dövlətçiliyimizi qoru. Dövlət rəhbərimizi bəlalardan, xətalardan, yeraltı, yerüstü təbii fəlakətlərdən mühafizə elə, ya Rəbbim. İlahi, şəhidlərimizin ruhlarını şad elə. Yaralılar,
duaya möhtac olan, evdə dua istəyənlər var, xəstədirlər, onlar. Kimin nə sıxıntısı var ya Rabbim? Bu Ramazan ayının 7-ci gününə xatir səndən istəyirəm, sıxıntılarımızı aradan götür, xəstələrimizə acil şəfalar ver. Sənin gücün böyükdür. Biz sənin gücünün qarşısında taqətsizik, acizik. Acizliyə xatir ilahi bizim də günahlarımızı bağışla. İlahi, qıldığımız namazlar, tutduğumuz oruclar, etdiyimiz yaxşılıqları bizdən qəbul elə. İlahi, sənə and verirəm varlığıma. Möminlər, inanclı insanlar və bütünlükdə hər kəs bəşəri olaraq sənin qapıva gəlib, hər kəs öz dilində Allah, Allah deyir. Sən görürsən, bilirsən, çünki sən yaradmısan bu kainatı. Allahım, xeyir qapılarını aç, müharibəni götür, fəlakəti götür, bizi zalimlar əllərində dəstəgir etmə. Ya Rəbbim, bizə şükran həyat vermisən, ilahi, gözəl bir səma vermisən, bunu bizim əlimizdən alma. Minarələrimizdən Allahu Əkbər sədaları gəlir, azan səsləri gəlir. Ya Rəbbim, azan səslərin kəsmə, ya Rəbbim. Düşmənlərimizə fürsət vermə, dostlarımızın sayını çox elə. Millətlər arasında, dövlətlər arasında sülhü bərqərar elə. Sənin rəhmətinə sığınıram, sənin mərhəmətindən güc istəyirəm ey aləmlərin Rəbbi, amin. Amin ya Rəbbəl aləmin. Allah dualarımızı qəbul eləsin, tutduğumuz orucları qəbul etsin. İnşallah sabahları eyni məkanda, eyni saatda sizlərlə görüşmə ümidi ilə Allahın amanında. Vəssalamu aleykum və rəhmətullah və barakatuhu.